İşdən iş çıxarırıq. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugün həftənin 4-cü günü olduğuna görə təbii ki, daha bir yüksəliş müsabiqəsinin qalibi ilə həm söhbət olacaq. Həm söhbətim isə 5-ci yüksəliş müsabiqəsinin qaliblərindən olan İbrahim Məmmədovdur. Biz İbrahim bəy ilə birlikdə kadr siyasətində innovativ yanaşmalar və yeni nəsil liderlər haqqında danışacaq. Liderlər haqqında danışmaq həmişə maraqlıdır. Düşünürəm ki, bu dəfə də çox maraqlı olacaq. Ona görə müzakirəmizi dinləyin. Mövzu ilə bağlı suallarınız yaransa bizimlə əlaqə saxlaya bilərsiniz. Telefon nömrələrimiz də açıqdır. İşinizi asanlaşdırmaq üçün telefon 012 404 11 22. İbrahim bəy, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük. Yaxşıyam. Siz necəsiz? Təşəkkür edirəm. Yüksəliş müsabiqəsindən sonra həyatınız necə dəyişdi? Yaxşı mənada dəyişikliklər oldu. Birincisi, onu deyim ki, qalib gəldiyimizi belə deyək, açıqladığımız gün LinkedIn-də bir xeyli məşhurlaşdığımızı deyə bilərdim ki, yəni çoxlu təbriklər. Bəli, çoxlu təbriklər aldıq, çox xoş təəssüratlar aldıq. Fərid müəllim özü şəxsən zəng edib qalibləri təbrik edir. Bu özü də, yəni belə deyək də, çox xoş təəssürat bağışlayan bir şeydir. Belə, ancaq müsbət hadisələr baş verir açığı yüksəliş qalibiyyətindən sonra. Yaxşı tanışlıqlar da yəqin ki, orada əldə etdiniz. Çünki adətən yüksəlişdə, hətta qalib olmayanlar belə nəsə danışanda deyirlər ki, orada çox yaxşı, özümüzü oxşar, bizimlə eyni düşüncə tərzində oxşar insanları bir yerdə gördük, yaxşı münasibətlər quruldu. Bəli, tamamilə doğrudur. Mən belə deyək də ilk dəfə yüksəlişə, ikinci yüksəlişdə qatılmışdım. Hətta onda finala qədər gəlmişdim və orada finalçılardan biri, yarım finalçılardan belə deyək də əlaqədə, hələ də əlaqədə olduğum adamlar var. Yüksəliş özü, yəni faydaları çoxdur. Mən deyərdim ki, əsas faydalarından biri əslində bir community, bir icma yaranır. Hansı ki, burada tək qaliblər yox, həmçinin finalçılar və yarım finalçılar da var. Kifayət qədər işıqlı gəncləri yəni tanımağa belə deyək də vəsilə olur yüksəliş. Bu onun əsas deyərdim ki, müsbət tərəflərindən biridir. Ümumiyyətlə, bugün artıq hər kəs uğurlu karyera deyəndə, uğurlu bir biznes deyəndə mütləq şəbəkələşmənin nə qədər əhəmiyyətli olduğundan danışır. Yəni, sənin nə qədər yaxşı çevrən varsa, nə qədər yaxşı münasibətlər, əlaqələr varsa, bu deməkdir ki, sən həm daha uğurlu sahibkar ola bilərsən, həm də daha yaxşı öz karyeranda irəliyə bilərsən. Yəni, siz də razısınız da bu fikirlə? Tam razıyam, bəli. Hə, ona görə bunun bəs alınması üçün yaxşı, düzgün insanlarla əlaqə qurmaq, bu münasibətləri düzgün davam etdirə bilmək üçün sizin öz nəsə tövsiyələriniz və istifadə etdiyiniz üsullar var? Deyərdim, olduğun mühitləri düzgün seçmək lazımdır. Yəni, sən hansı mühitdəsənsə, ya da hansı, belə deyək də, özünə, marağına uyğun və ya düşünürsən ki, buradan müəyyən fayda heç də birbaşa, belə deyək də, maddi faydadan söhbət getmir. Əlbəttə ki, tanışlıqlar, əlavə yeni məlumatlar deməkdir. Yəni, faydalana biləcəyin və ya həmçinin zövqünə uyğun, maraqlarına uyğun mühitlərdə olmaq, mən düşünürəm ki, şəbəkəni artırmağın əsas prinsiplərindən deyərdim. Aydındır. Bəs kadr siyasətindən mən düşünürdüm ki, adətən HR-lar danışır, amma siz maliyyətçi olsanız da düşündünüz ki, məhz bu istiqamətdə danışmalıyıq. Sizi bu sahədə belə cəlb edən daha çox nə oldu? Mövzu mənə çox maraqlı gəlir. Ona görə ki, belə deyək də, mən düşündüm ki, bir maliyyətçi kimi gəlib burada sırf maliyyə ilə bağlı mövzulardan danışsam, bu daha çox təlim xarakterli bir şey olar. Amma düşünürəm ki, kadr siyasəti... Maliyyəni belə maraqsız hesab edirsiniz? Yox, qətiyyən maraqsız hesab edirəm. İxtisasımı sevirəm. Bu arada mən düşünürəm ki, mənim xoşbəxt tərəflərimdən biridir. Çünki bəzən insanlar müəyyən yaşa qədər gəlir çatır və öz ixtisasların bir o qədər də həvəs olmur. Mən bu ciddi problem kimi görürəm və mən düşünürəm ki, mənim əslində müəyyən qədər bəxtim gətirib ki, ixtisasıma marağım hələ də var və düşünürəm ki, bu davam eləyəcək. Amma bu mövzunu seçmək həm də ona görə maraqlı gəlir ki, məncə istənilən qurumun, istənilən belə deyək də, müəssisə, dövlət qurumu fərqi yoxdur. İstənilən qurumun kökü, onurğası onun kadrlardır, işçilərdir, insan kapitalıdır. Və insan kapitalı əslində dövrümüzün əsas, belə deyək də, ən dəyərli kapitallarından biridir. Və buna görə mövzu xüsusilə mənə maraqlı gəldi və istədim əslində bu mövzu ilə bağlı belə deyək də danışaq. Bu həmçinin mövzu ilə bağlı mənim özümün də müəyyən qədər araşdırmama gətirib çıxardır, məlumat əldə etməyimə gətirib çıxardır. Belə səbəb budur. Tamamilə razıyam ki, bu ən maraqlı mövzulardan biridir, amma son dövrlərdə məsələn nə araşdırmısınız bu mövzuda? Diqqətinizi çəkən nə oldu?
İnsan kapitalı ilə bağlı mən belə görürəm ki, əslində ümumiyyətlə həm dünyada baş verən dəyişikliklər gətirib müəyyən şeylərə çıxardır ki, bu daha çox insanların istənilən münasibətin, bu iş münasibəti də ola bilər, belə deyək də, şəxsi münasibətlər də ola bilər. Orada dəyərlərin nə qədər belə deyək, önəm qazandığı, yəni xüsusilə son vaxtlar bu mənim üçün deyərdim ki, maraqlı mövzulardan biridir. Münasibətlər dəyərlər üzərində qurulanda, dediyim kimi həm iş, həm professional, həm də belə deyək, şəxsi münasibətlər müəyyən dəyərlər üzərində qurulanda daha sağlam və daha uzun ömürlü olur. Təməl çünki dəyərlərdir, mən belə görürəm. Və daha çox elə son vaxtlar bu mövzular belə deyək də, deyərdim ki, marağımı çəkir. Mənim marağımı çəkən məqamlardan biri isə artıq yeni nəsil işçilərin, yəni sadəcə işə gedirəm, pul qazanıram yanaşmasından çıxıb, yeni nəsil deyəndə bu sadəcə Z nəslindən söhbət getmir də. Yəni biz artıq hamımız yeni nəsil məncə düşüncə tərzidir. Yəni bu 50 yaşında da yeni nəsil olmaq olar. Razıyam. Yaşım artdıqca bu qərara gəlmişəm ki, belə də. Eynən, mən də. Hə, ona görə yeni nəsil işçilər artıq işdə sadəcə maaş və bununla kifayətlənmək istəmirlər. Onlar işdə bir məna da axtarmağa başlayıblar ki, yəni okey, mən bunu eləyirəm, amma niyə? Bunun kimə nə faydası var? Yəni bu haqqda müzakirə aparırlar ki, bu iş kimə lazımdır və ya mən özümə nə qatır? Yəni daim bununla bağlı müzakirələr gedir. Ona görə sizcə iş mühiti necə qurulmalıdır ki, artıq insanlar orada məna tapsınlar? Razıyam. Həmçinin məncə orada bir məsələ də əslində gördüyün işin nə dərəcədə faydalı, yəni ətrafa və başqalarına nə dərəcədə fayda verməsi də belə deyək, önəm kəsb edir. Tək mənə nə qatır yox, həmçinin mən ətrafa nə qatıram. Bu özü də işə belə deyək də mənalı eləyən belə deyək əsas arqumentlərdən deyərdim. Məncə insan çalışdığı qurumun məqsədin və dəyərlərini başa düşüb, tam başa düşəndə, o əslində orada həmin qurumda belə deyək, həmin qurumun çatmaq istədiyi məqsəddə kiçik də olsa bir payın olduğunu başa düşəndə, o öz işinin dəyərini və ya işinin qatdığı töhfəni daha yaxşı aydın belə deyək də tam mənimsəyə bilir. Yəni mən düşünürəm ki, çox vacibdir ki, qurumlar öz komandalarına, yəni həmin qurumun məqsədin, missiyasını yaxşı aşılaya bilsinlər. Yəni işçi başa düşməlidir ki, o tutaq ki, böyük bir korporasiya ola bilər, böyük bir qurum ola bilər ki, 1000-1500 nəfər işçisi var da. İşçi orada o 1000-1500 nəfərdən özü sadəcə biri kimi görəndə, bu bir o qədər də əslində gördüyü işi çox kiçik zənn edə bilər. Məşhur hətta bir nümunə də var. Barack Obama səhv eləmirəmsə, NASA-ya ziyarəti zamanı süpürgəçidən soruşur ki, bəs siz burada nə iş görürsünüz? O deyir ki, mən insanların aya uçmasına kömək edirəm. Məsəl üçün, bu məncə çox yaxşı bir nümunədir. Yəni qurumun hara getdiyini biləndə, qurumun nə etdiyini, nə ilə məşğul olduğunu biləndə, sən orada öz kiçik də olsa işinin əslində nə dərəcədə töhfə verdiyin anlayırsan və işin sənin üçün daha dəyərli olur deyə düşünürəm. Sizcə indi bu bir qurumun, bir şirkətin aşıladığı ideyadır ki, insanlar ona bu qədər sadiq olur, yoxsa elə insanlar var ki, məsələn, yer süpürməyi belə məna qatır ki, mən aya raket uçurtmağa kömək edirəm. Yoxsa insan özündən, yəni nə qədər təşəbbüskar biz olmalıyıq, nə qədər şirkət, bu necə bölüşdürülür? Yaxşı sualdır. Çünki məncə bunu belə görə bilən insan, yəni bir insanın bunu belə görməsi üçün onun keçdiyi həyat təcrübəsi, əvvəlki təcrübələri, belə deyək, olduğu mühitlər buna təsir edir. Amma heç də hər kəs bu qədər şanslı olmaya bilər. Ona görə qurumun öhdəliyi düşünürəm ki, əslində bunu aşılamağa çalışmaqdır. Çünki heç də hamı bunu belə görməyə bilər, belə başa düşməyə bilər. Yəni əgər kimsə bunu belə qəbul edə bilərsə, çox yaxşı, çox gözəl. Amma qurumun məncə öhdəliyi bunu aşılamaqdır. Faiz verə bilmərəm ki, bu 50-nin 50-yədir, amma qarşılıqlı olmalıdır. Bu dəqiqdir ki, həm bir müəyyən qədər fərdi təşəbbüs də olmalıdır. Həmçinin qurumdan da belə deyək də o komandaya doğru gəlməlidir. Biz kadr siyasətində innovativ yanaşmalar deyəndə burada daha çox sizcə texnologiyadan danışmalıyıq, yoxsa başqa nəsə var? Mən deyərdim ki, orada texnologiya ilə bir o qədər də əlaqə yoxdur, bir o qədər də bağlantı yoxdur. Mən belə görürəm ki, əslində kök səbəb qurumların, müəssisələrin işçiyə olan yanaşmasının dəyişməsidir. Məsələn, ənənəvi belə deyək də HR funksiyasında işçi daha çox bir vəzifəni təmsil edirdisə, artıq müasir reallıqlar bunu şirkətlərə belə deyək də, şirkətlər əslində bunu çox yaxşı artıq başa düşür. Həmçinin elə deyərdim ki, dövlət qurumları da yaxşı başa düşür ki, artıq komanda üzvü, deyək ki, işçi o şirkətin məqsəd və dəyərləri ilə belə deyək, əlaqələndirilmiş bir partnyordur. Bu fundamentdə duran səbəb məncə
məncə budur. Kök səbəb budur. Bu səbəbdən sonra HR funksiyasının müəyyən qədər deyək ki, əhatəsi dəyişməyə başladı. İşçiyə münasibət dəyişməyə başladı. Əvvəlcə sadəcə bu kadr belə deyək, uçotu, qeydiyyatlar, maaşla filanla belə deyək də əhatələnirdisə, indi burada kompetensiyaya görə işə götürmə məsələsi var. İndi burada daimi inkişaf məsələsi var. İşçilərin daim öyrənə biləcəyi bir mühitdə belə deyək də mühitin təmin olunması məsələsi var. Daxildən liderlərin yetişdirilməsi ilə bağlı belə deyək, yəni bu kimi amillər var. Texnologiya burada sadəcə deyərdim ki, alətdir. Hə, müəyyən qədər işə qəbulda müraciətlər çox olsa bunu avtomatikləşdirməyə kömək edə bilər. Bəli, bu müəyyən qədər işçilərin tutaq ki, trackingini belə deyək də asanlaşdıra bilər texnologiya. Amma heç də mahiyyət qətiyyən texnologiya ilə bağlı deyil. Dediyim kimi bu yanaşmanın dəyişməsidir, işçiyə olan yanaşmanın dəyişməsidir. Yeni nəsil bir də liderlərin yetişdirilməsi haqqında danışdınız. İstəyirəm doğrudan bunu da müzakirə edək ki, məhz sizin öz düşüncənizə görə əsl liderlər necə bir mühitdə yetişdirilir? Necə hardan çıxır? Məncə əsl bunu başa düşmək üçün birinci əsl liderin kimdir? Razıyam. Onu başa düşmək lazımdır. Əsl lider insanları bir məqsəd uğrunda ətrafında yığa bilən insan kimi başa düşürəm, səmimi desəm mən. Və həmçinin müəyyən məqamlarda qərar verə bilən və ümumi bir qərarın alınmasını üstün bir mühit yarada bilən adamlardır. Bu o demək ki, yəni liderin yetişməsi üçün müəyyən qərar verə bilmə azadlığının olmasıdır. Yəni belə deyək, komanda üzvlərinin nə qədər biz cəlb eləyə bilirsək qərar vermə belə deyək prosesinə, bu oradan liderlərin yetişməsinə zəmin yaradır. Çünki fərd özü qərar vermədə iştirak etməlidir, müəyyən qərar verməlidir və ikinci məsələ bunun məsuliyyətidir. O həmçinin nəticəsi deyək və o qərarın nəticəsini əyani şəkildə belə deyək üzləşməlidir və belə yetişməlidir. Yəni deyərdim ki, ümumiləşdirsək, liderin formalaşması üçün belə deyək də lazım olan komanda o komandalar ki, orada insanlar qərar vermədə iştirak eləyir və yəni əsas qərar vermədə iştirak edir və bu qərarların nəticəsi ilə belə deyək də rastlaşa bilər. Həmçinin səhv etmə azadlığı deyərdim ki, yəni səhv etmənin çox şiddətli cəzalandırılması insanların inisiativ almasını belə deyək də əngəl törədir. Demək ki, səhvləri biz öyrənmək üçün bir fürsət kimi görə biliriksə, elə bir mühit yarada biliriksə ki, belə yəni insanlar elədiyi səhvlərdən nəticə çıxarda bilsin, səhv etməyə qorxmasın, cəsarətli olsun. Belə mühitlərdən liderlər formalaşa bilər deyə düşünürəm. Deməli, ümumiləşdirmək üçün iki əsas funksiya olmalıdır. Bir, insanlar özləri rahat, işçilər qərar versin, icazə verməlidir və qərarın nəticəsi pis cavab olsa, nəticə olsa daha doğrusu, ona görə onları sərt cəzalandırmaq olmaz. Bəli, ümumi desək bəli. Bəs sizin müşahidənizə görə nə qədər bu dedikləriniz şərait yaradılır əməkdaşlar üçün? Təbii ki, bu qurumdan quruma dəyişən bir şeydir. Amma biz görə bilərik ki, əslində azadlıqların verildiyi qurumlarda nəticələr daha yaxşı olur. Məsəl üçün nümunə kimi xaos olmur. Məncə məsuliyyətin verilməsi xaosun qabağını alır. Düzdür, qərar vermə müəyyən azadlıq bu lazımdır. Ancaq bunun müəyyən çərçivəli sərhədləri olmalıdır və mən bu çərçivə deyəndə əslində məsuliyyət kimi başa düşürəm. Ki, belə deyək də, şəxsin azad qərar vermə seçimi varsa, bir qurum daxilində, komanda daxilində, bu onun məsuliyyətini də başa düşməlidir. Və əgər məsuliyyətini başa düşürsə, o onsuz da həmin şərtlərdə əldə olan məlumatlara görə ən doğru qərarı verəcək. Yəni burada məncə liderin də biraz rolu o yəni necə ki şərtləri daha yaxşı izah edirsə, o məsuliyyət məsələsini daha yaxşı izah etməlidir. Yəni belə məsuliyyət deyərdim ki, o xaosun qarşısını ala biləcək əsas arqumentdir. Bir də sanki insanlara, əməkdaşlara məsələn rəhbər özü heç əməkdaş özünə inanmadığı bir halda belə rəhbər ona inananda, motivasiya, bilmirəm, adı həvəsləndirmədir, motivasiya nə ola bilərsə və ya onu inkişafa sövq sən burada olmalısan. Kəşf edəndə onu bir sözlə. Bu da sanki əsl lider belə davranır deyə düşünürəm. Razıyam. Bu həmin o belə deyək komanda üzünə çox yaxşı
inam da verir. Və məncə bundan hamı rastlaşıb. Bundan hər birimiz öz karyeramızda müəyyən bir məqamlarda rastlaşırıq ki, nə vaxt ki biz yaxşı motivasiyada oluruq, onda sanki daha kreativ oluruq. Problemlərə daha yaxşı həll yolu verə bilirik. Yəni o mental tərəf həmişə deyərdim ki, bu rasional tərəfə də, məntiq tərəfə də müəyyən qədər bir dəstək olur. Nə qədər ki mental tərəfi belə yüksəkdə saxlamaq olur ki, bu da onlardan bir vasitə idi. Yəni o işçiyə inam aşılayır. O onun effektivliyini də artırır, belə deyək də, daha yaxşı həll yollarından gəlməsinə də səbəb olur. Amma deyək ki, olmasa və əməkdaş səhvlər etsə, bunun deyirsiniz ki, şiddətli cəzalandırma olmamalıdır. Məsələn, hansı cəzalandırma artıq gəlir sizin fikrincə şiddətliyə çıxır? Siz məncə bu sualın belə çox konkret cavabları yoxdur. Çünki bu şərtlərə görə dəyişə bilər. Məsəl üçün çox az təcrübəsi olan və ya çox məlumatlı olmayan bir komanda üzvünə çox strateji bir qərarın verib, daha sonra orada səhv eləyəndə bunu cəzalandırmaq olmaz kimi də demək lazım deyil. Məncə hətta liderin rolunu burada onda görürəm ki, biz deyirik fərdlər müəyyən qədər qərar vermədə iştirak etməlidir. Bu heç də çox az məlumatla qərar vermə, yəni belə xaotik qərarlardan söhbət getmir. Əslində liderin əsas funksiyalarından biri həm də istiqamətləndirmədir. O qərar belə deyək, işçi özü nə qədər fərdi qərar versə də lider onu o qərara aparan bir yol kimidir. O onu düzgün istiqamətləndirsə, nəticədə çox belə katastrofik belə problemlər yaşamayacağıq. Amma dediyim kimi sərt cəza deyəndə əsas orada məncə belə nəzərə alınmalı məqamlardan biri işçinin yəni cəza o qədər sərt olmamalıdır ki, o növbəti dəfə qərar verəndə və inisiativ almaq istəyəndə qorxmasın, yəni çəkinməsin. Belə deyək də, əsas baza budur, əsas xətt budur. Bu xətti keçməmək şərti ilə müəyyən qədər məsuliyyət daşıdığının da fərqində olsun deyə müəyyən qədər bəli. Amma ümumilikdə cəzalandırma olmalıdır. Cəzalandırma Məsələn, mən düşünürəm ki, yaxşı bir şey yoxdursa, bu artıq cəzadır. Deyək ki, siz hamıya bonus yazırsınızsa, filan kəsə yazmırsınızsa, yəni bir də əlavə maaşından kəsməyə ehtiyac yoxdur onsuz da. Tamamilə razıyam. Məncə yaxşının olmaması da bir cəzadır. Amma bunun əksini deyənlər də var. Yəni deyirlər, yox, belə təkcə yox, həm də xüsusi bir cəza növləri də tətbiq edilməlidir. Siz nə fikirləşirsiniz? Baxın, idarə etmə məncə bunun tək bir belə düsturu yoxdur da. Hər yerdə işləyən bir düsturu yoxdur. Məsəl üçün hərbi rejimin özü bir idarə etmədir. Orada da insanlar var və orada da insanlar idarə olunur. Və orada idarə etmə belə deyək də şəkli daha sərtdir. Niyə? Bu tarixən belə gəlib və hardasa başa düşüləndir ki, bunun müəyyən qədər məntiqli səbəbləri var. Böyük, çox fərqli belə deyək də təhsil və təcrübəyə sahib adamları çox kritik belə deyək bir proseslərdən keçirəndə orada müəyyən qədər sərt tədbirlər görülməsə, bu pis nəticələr belə deyək də gətirib çıxarda bilər. Yəni siz sektorlara, sahələrə görə bölmək olar. Bəli. Komandaya görə dəyişə bilən bir şeydir. Yəni hərbi rejimdə gətirib biz burada mən əminəm ki, orada belə yenilikçi belə deyək də idarə etmə metodlarının tətbiqi o əlverişli olmayacaq da, səmərəli olmayacaq. Yəni orada müəyyən qədər daha belə sərt çərçivələr olmalıdır. Amma gətirib tutaq ki, hansısa bir IT şirkətində də sən adamları 9-dan artıya məcbur eləsən, biz başa düşürük ki, və ya çox sərt belə deyək, dress kod qoysan, biz başa düşürük ki, onlar da müəyyən qədər belə deyək, demotivasiya yaradacaq, belə komandanın dağılmasına falan gətirib çıxarda bilər. Yəni biznesə, sektora, komandaya görə müəyyən qədər dəyişir. Amma prinsip olaraq mən belə sərt cəzalar və ya sərt necəsə də cəza verməyin, cərimələməyin bir o qədər də tərəfində deyiləm. Daha çox sizin dediyiniz belə daha mənə də əslində məntiqli gəlir ki, müsbət bir şey qatmırsansa bu özü də cəza sayıla bilər. Bir də belə bir araşdırma mən bu yaxınlarda elə görmüşdüm ki, yeni nəsil işçilər artıq vəzifə istəmir. Yəni onlara maraqlı deyil ki, şirkət onlara mütləq ki, vəzifə versin. Yeni nəsildə burada söhbət artıq Z nəslindən gedir. Z nəsli daha çox istəyir ki, tək ki rahat olsun, işimdə xoşbəxt olum. Mənası varsa bir kifayət edir. Amma yaşca daha böyük 30-dan daha yuxarı olan insanlar, onlar hələ də vəzifə onlara maraqlıdır. Z nəsli isə bir o qədər maraqlı deyil. Sizcə onların belə vəzifə həvəskarı olmamağı bu yaxşıdır yoxsa pisdir? Ya da belə yenə sərt bölgə etməyək? Mən bu yaxınlarda əslində mənim də qabağıma bir araşdırma çıxmışdı. Orada səhv etmirəmsə 35 ölkədə 26 min işçi arasında bir sorğu keçirirlər. Və bu sorğuda məlum olur ki, belə 83%, yəni iştirak edənlərin 83%-i
iş həyat balansın birinci prioritet kimi götürür, ikinci prioritet kimi əmək haqqıdır və digər belə deyək benefitlərdir. Və daha maraqlısı o idi ki, onların içində Z nəslinin özünün bu iş həyat balansı məsələsinin, yəni sırf onların faizi daha çox idi, 87%-dir. Bu nə deməkdir? İndiki reallıq, yəni indiki gördüyümüz bu Z nəsli bir müddət sonra əsas aparıcı qüvvə olacaq da iş dünyasında. Demək ki, əslində iş dünyası da buna belə deyək, cavab verməlidir, uyğunlaşmalıdır. Yəni əslində ora doğru gedirik. İnsanlar daha çox iş həyat balansına fikir verir, işinin mənası olmasına, belə deyək, faydalı olmasına daha çox önəm verir. Mən bunun əslində yaxşı bir şey olduğunu düşünürəm. Nəticədə əslində yəni komandanın bir yerə yığılmasının səbəbi ortaya nəsə bir şey qoymaqdır da. Ortaya nəsə bir şey fərqi yoxdur bu özəl sektorda, hansı sektorda. Hamısında bir məqsəd var, çatmaq. O məqsədə çatmaq üçün istənilən metod deyərdim ki, məqbuldur. Məsəl üçün bənzər sınaqları daha əvvəl də keçiriblər. Məsəl üçün result oriented work environment deyə bir yanaşma var idi. Nəticə fokuslanmış iş mühiti. Burada iş saat anlayışı yox idi. Adamlar məsələn 9-6 kimi bir rejim yoxdur. Yəni iş yerinə yetsin, sənin burada tutaq ki, hansı saatdan hansı saata olmağın bir belə deyək də mahiyyəti yoxdur, şərti yoxdur. Və bu belə çox kütləvi olmasa da, kiçik test formatında olsa da, bu müəyyən belə deyək müəssisələrdə sınansa da, bu və bu kimi belə deyək də nümunələr. Alınan nəticələr onu göstərir ki, bu həmişə effektivliyi artırır. İşçilərin xoşbəxtliyinə təsir eləyir və bu özü də dolayı yolla belə deyək də məqsədlərə daha tez çatmağa belə deyək kömək eləyir. Z nəslinin yəni belə maraqlı tərəfləri mikro belə deyək də kiçik məzuniyyətlərə çıxma kimi belə vərdişlər də var. Onlarda yeniliklər biraz çoxdur. Yenilik demək olar həmişə özü ilə risklər gətirsə də müsbət şeylər də gətirir. Mən də düşünürəm bu da onlardan biridir. Və məncə əslində yaxşı haldır ki, insanlar artıq vəzifəyə, ada, title-a deyil, daha çox nə etdiklərinə baxırlar, nə dəyər qatdıqlarına önəm verirlər. Bu mənim üçün biraz mənim şəxsi olaraq da... Bu baxımdan mən də sizinlə tamamilə razıyam, amma sanki vəzifə nə deməkdir? Sən müəyyən bir statusdan başqa bir statusa can atırsan da. İstəyirsən ki, indi buradayam, istəyirəm burada keçim. Və sanki o belə bir hədəf, məqsəd, istək olanda sən daha ambisiyalı olursan, daha çox çalışmağa başlayırsan. Söhbət etik tərəfindən gedir də məsələnin ancaq. Və təbii ki, daha çalışqan, daha ambisiyalı insanlar bu daha yaxşı məncə nəticələr deməkdir, yox? Həmçinin onda riskləri var. Bu insanlar üzərində stres yaradır. Bu gətirib burnoutları çıxarda bilər. İnsanın belə deyək də demək olar potensialını istifadə edə bilməz. Onsuz da hamı stressdədir də indi. O indiki dövrün əsas problemlərindən biridir, razıyam. Amma bu o demək deyil ki, biz bunu normal qəbul edib belə davam etməliyik. Əgər bu stressdən yayınmağın bir yolu Z nəslinin belə deyək də bu yanaşmasıdırsa, hə, nə gözəl. Deməli biz bundan da davam edə bilərik. Ya bunu da yoxlayaq deyirsiniz. Bəli. Siz bəs yüksəliş müsabiqəsi boyunca stress nöqtəsinə necə gəlirdiniz? Orada sizi inandırım, vaxt o qədər sürətli keçir ki, кейslər veriləndə heç adamın stres bir o qədər də vaxt qalmır stresli olmağa. Çox sürətli baş verir, hadisələr də çox sürətli baş verir. Əsas marağı da bundadır. Yəni demək olar məlumatın olmayan bir problem qoyurlar qarşına və 20 dəqiqə sən bunu belə deyək də müəyyən hər yolu ilə gəlməlisən. Amma stressin öhdəsindən gəlmək üçün müəyyən metodlar var da. Yəni bəzilərin, yəni müəyyən qədər sakit qalmağa çalışmaq hardasa müəyyən qədər stressin qabağını alan deyək ki, vasitələrdən biridir. Başqa yolu yoxdur. Yox, bilirsiniz niyə deyirəm orada stres var? Çünki yəni istər-istəməz müsabiqədir, hər kəs qalib olmaq istəyir. Siz hər nə qədər bir həm komanda olmaq da istəsəz də, əslində rəqibsiz. Bəli, razıyam. Orada məndə belə bir təcrübə var idi ki, bəzən masa ətrafında həqiqətən çox yaxşı namizəd olduğunu görürsən və istər-istəməz özünlə bağlı müəyyən suallar yaranır ki, görürsən mən yetəri qədər yaxşı nəticə göstərə bildiyim. Orada şəxsən mənim tətbiq elədiyim bu idi ki, belə, yəni özümü bir əvvəlki versiyamla deyək ki, özümü bir 10 dəqiqə əvvəlki variantımla müqayisə edib o münasibətdə yaxşı olmağa çalışırdım. Nə vaxt ki, ətrafda başqalarla müqayisəyə girirsənsə, mən əminəm ki, bunun belə deyək də bir yekunu yoxdur,
bunun axırı yoxdur, bu əlavə stressdir. Ona görə yanaşmanı dəyişmək lazım idi ki, mən elə elədim. Artıq başqası daha yaxşı olanda nə gözəl, onunla müqayisə etməyə ehtiyac yoxdur. 5 dəqiqə əvvəl daha passiv idinsə məsəl üçün, indi qayıtmalısan meydana, bir növ belə deyək. Özünü daha əvvəlki variantla müqayisə etdikcə bu həm rahatlıq gətirir, stressdən uzaqlaşırsan. Həm də ki, həqiqətən progress əldə edə bilirsən də, yəni ki, məncə elə əsas inkişaf da budur. Əsas inkişaf da budur, əvvəlkindən daha irəlidə olmağa. Bəs hansı xüsusiyyətlər sizcə sizi daha çox qalibiyyətə yaxınlaşdırdı? Maraqlı sualdır. Mənim həm bundan əvvəlki qatıldığım yüksəlişdə yüksəlişin yaxşı tərəflərindən biri odur ki, çox şəffaf feedbacklər verir. Bütün imtahanlarla bağlı, həmçinin yarımfinal və finalla bağlı. Birisi ki, yüksəliş kompetensiyalara əsaslanan bir müsabiqədir və hər mərhələdən sonra deyək ki, kompetensiyalarla bağlı bir feedback alırsan. Məndə həmişə açığı strateji tərəf, effektivlik, qərar vermə, bu kimi tərəflərim həmişə yaxşı olurdu. Amma deyək ki, soft skilllər müəyyən qədər məsəl üçün orada var idi kommunikasiya, orada var idi tutaq ki, sosial məsuliyyət tərəfi. Bu tərəflərdə həmişə müəyyən qədər belə deyək də axsamalar müşahidə edirdim. Düşünürəm ki, elə yekunda da qalib olmamma səbəb belə güclü tərəflərim oldu. Yəni strateji düşüncə və qərar vermə bacarığı. Strateji düşüncəni necə inkişaf etdirmək olur? Bu doğrudan da kifayət qədər lazım olan, elə qərar vermə özü də kifayət qədər lazım olan bacarıqlardır. Nə etmək lazımdır bunun üçün? Razıyam. Biraz məndə, yəni bütün iş təcrübəm boyu mənim özüm əslində məsələlərə yanaşmam daha sistemli olub. Yəni müəyyən qədər struktur qurursan, təsir edən faktorları nəzərə alsan, hamısını nəzərə alaraq nəticəyə necə çıxa bilərsənsə bir yol belə deyək də ortaya qoyursan. Mənim əslində demək olar hər şeyə belə deyək də yanaşmam budur. Strateji düşüncəni necə inkişaf etdirmək olur deyəndə isə, məsələn, strateji düşüncə tələb edir səndən birincisi uzun müddətli yanaşma. Sən başa düşməlisən ki, əslində bu məsələnin 3, 5, 10 il sonra, yəni daha uzun müddətdə təsirləri necə olacaq və həmçinin bu məsələyə təsirləri nələr ola bilər və onun müəyyən qədər riskləri nələrdir və risklərdən müəyyən qədər necə yayına bilərsən. Yəni daha çox uzun müddətli yanaşma, sən istənilən məsələnin uzun müddətli baxa bilirsənsə və ətraf təsirləri nəzərə ala bilirsənsə, ən az buna çalışırsansa, onda mən düşünürəm ki, strateji yanaşma inkişaf edə bilər. Yəni inkişaf etdirmək olur, sadəcə anadan gəlmə belə olmağa ehtiyac yoxdur. Yox. Mən ona inanıram ki, istənilən bacarıq, istənilən belə deyək də qabiliyyət zamanla öyrənilə bilən bir şeydir. Yəni anadan gəlmə olması şərt deyil. Qərar verməni də buna aid edirsiniz. Bəlkə hansısa ədəbiyyatlar, nəzəriyyə və ya məşqlər var ki, qərar vermə sürətlənir? Mən düşünürəm ki, istənilən sayda bundan bağlı kitablar, elmi məqalələr oxuya bilərsən. İstənilən sayda edə bilərsən. Amma təcrübəsi şərtdir. Və bayaq biz liderlikdən danışanda deyirdik ki, qərar vermədə iştirak etməlidir ki, insanlar liderlər formalaşsın. Bunu təcrübə etmədiyin sürəcə, yəni nə qədər oxusan da bir o qədər də belə deyək də istədiyin kimi inkişaf etdirə bilməyəsən. Yəni oxumaq lazımdır mütləq. İstənilən məsələnin belə deyək də ədəbiyyatı ilə maraqlanmaq lazımdır. Teorik bazanı inkişaf etdirmək lazımdır. Bu şərtdir, bu mütləq, bu olmalıdır. Amma onunla yetinmək də lazım deyil. Əlavə təcrübə edə biləcəyin sahələr tapmalısan. Əgər səndə işdə çalışdığın qurumda bu yoxdursa, gedib məsəl üçün əlavə könüllü və ya hansısa bir belə deyək də bir xeyriyyə qurumlarında çalışa bilərsən və orada sınaya bilərsən. Yəni meydan şərtdir. Teorik bazı olmalıdır, amma təcrübə sahəsində mütləq olmalıdır. Razıyam, çox razıyam. Bu ikisi varsa, istənilən sahədə inkişaf etdirə bilərsiniz. Sizin indi yəqin öz idarə etdiyiniz bir komandanız var. Bəli. Məsələn, siz onlara hansı qərarları onlara həvalə edirsiniz, amma hansı halda düşünürsünüz ki, yox, belə qərarları mən ancaq özüm verməliyəm? Mən ümumiyyətlə komanda ilə işləyəndə istənilən məsələdə niyə sualının üstündə çox dururam. Yəni fərqi yoxdur. Mən özüm də müəyyən qərar verirəmsə belə, bu məsələ komanda ilə müzakirə olunanda niyə bu qərarı verdiyimizi açıqlayıram. Çünki mənim üçün düşünürəm ki, əsas sual niyə sualdır. Yəni mən istənilən məsələ ilə bağlı onlarla danışıb və niyələri belə deyək izah etdikcə düşünürəm ki, əslində həm özüm, həm də komanda daha yaxşı qərarlar verməyə bacarırıq. Sərt belə deyək xəttlərlə ayırmamışıq ki, bu qərarlar mənimdir, bu qərarlar komandanındır. Əgər bəzən hansısa bir məsələ ilə bağlı komandadan çox yaxşı təklif gəlirsə ki, belə desək məsəl üçün yaxşı olar, okey, belə də davam edək. Yəni məsələnin mahiyyətini nə dərəcədə belə deyək
böyük olmasından asılı olmayaraq. Komandanın yaxşı təşkil etsə, elə də davam edirik. Amma overall ümumi belə yanaşsaq, bəli, bəzi deyərdim ki, strateji məsələlərdən daha çox mən çalışıram ki, mütləq involve olum. Yəni mən belə deyək də ora fokus olum daha çox. Komanda isə daha çox operational qərarların bir çoxunu demək olar sorğulamıram, özləri eləyə bilər. Müəyyən qədər operational və strateji arasında belə deyək də xətt biraz blurlaşır. Bəzən onlar, bəzən mən, təxminən belə. Sizin komanda deyək ki, sizdən yaşca böyük və kiçik əməkdaşlar var. Sizə necə çətin olmur bu balansı düzgün qorumaq? Hər birinə özünə məxsus yanaşmaq lazımdır, yoxsa ümumi qaydalar var? Deyərdim hər ikisi. Ümumi qaydalar da var və bəzən özünə məxsus yanaşmalar da rol oynayır. Bu ilk illərdə müəyyən qədər çətin olur. Amma baxın bayaq niyə deyirdim? Əgər ortada bir məsələ varsa və niyəsi çox yaxşı izah olunursa, artıq yaş fərqinin burada çox önəmi qalmır. Yəni tutaq ki, laf deyək ki, iki fərqli fikir var. Yaşca böyük olan fikir başqa, mənim fikrim başqadırsa, niyələri açırıq ortaya ki, yaxşı, niyə belə getməliyik ya da niyə elə getməliyik? O müzakirədə artıq belə deyək də, arqumentlər güclü olanda, qərar, yəni yekun tutaq ki, yaşca böyük olan daha yaxşı əsaslandıra bilsə, daha doğru budursa, elə gedirik, deyilsə, bu birisi. Amma indiyə kimi elə bir problem olmayıb yaşca böyüklərlə. Yox, nəsə irad bildirəndə, nəsə iş tapşıranda, burada da xüsusi yanaşma lazım. Çünki bəzən olur ki, menecerlər gəlirdir ki, yox, mən yaşca özümdən böyüyə iş tapşıranda bir qədər fərqli ünsiyyət tərzini seçirəm. Razıyam, o var. Yaşca balaca olanda ən azı daha belə rahat olur ünsiyyət qurmaq. Yaşca böyük biri ilə danışanda, yəni məsələ sırf professional olanda, sırf işlə bağlı olanda, arqumentlər sırf bununla bağlı olanda düzün desəm elə bir çətinlik çəkməmişəm ki, yəni nəsə bu iş görülməlidir, belə görsə daha yaxşı olar. Məqsəd budur, belə kommunikasiya ilə əslində şey eləyə bilirik. Razıyam ki, müəyyən qədər eyni deyil, yaşda balaca ilə yaşda yuxarıda, amma çox ciddi bir çətinlik də olduğunu düşünmürəm açıqcası. Bu çox yaxşıdır yəqin ki. Siz bu özünüzdə lider hesab edirsiniz? Müəyyən yerə qədər gəlmişəm, amma gedəcək çox yol var məncə. Bax, həmin yola qədər gəlib çıxmaq üçün sizcə hansı hal-hazırda sizdə olan xüsusiyyətlər kömək edir ki, yaxşı rəhbər ola bilər? Yəni komanda ən azından qalıb sizinlə çalışır. Və gənc menecerlərə, lider olmaq istəyənlərə nə tövsiyə edirsiniz? Mənim komanda ilə həmişə münasibətim yaxşı olur. Demək olar ki, çalışdığım heç bir yerdə ciddi bir belə deyək də, ciddi bir uzlaşmazlıq yaşamamışam. Həm xaraktercə beləyəm, müəyyən qədər səmimi. Uyğunsuzluq yaşamamısınız? Yox, yaşamamışam. Həm xaraktercə səmimiyyətə önəm verirəm, səmimi bir münasibət yaradıram. Məsələn, şəxsi dəyərlərim var şəxsən özümün ki, məsələn, şəffaflıq onlardan biridir. Çalışıram olduğum mühitdə şəffaf kommunikasiya yaradım. Belə onda hamı rahat olur. Daha rahat belə deyək də mühitlərdə artıq belə deyək də məqsədə getmək də rahat olur. Məncə vacib məqamlardan biri odur. Əgər yəni şəxsi dəyərlər formalaşdırandan sonra və o dəyərlərə görə də belə deyək addımlar atandan sonra nədir? Şəffaflıqdır, obyektivlikdir, şəxsən məndə budur, faydalıqdır, daimi inkişafdır, integrity-dir, deyək ki, dürüstlükdür. Bu dəyərlərlə münasibətlər quranda çox rahat olur. Çox rahat da gedir. İbrahim, sonda sizə soruşmaq istəyirəm ki, bax siz özünüz yüksəliş müsabiqəsinə bir neçə dəfə müraciət edib, sonuncu, üçüncü dəfədən qalib ola bilmisiniz. Və yəqin ki, özünüz üçün bir təhlil edirsiniz də, əvvəlki müraciətlərimdə nəyi səhv etdim, sonra nəyi inkişaf etdirdim, nə dəyişdi. Bütün bu səhvlərinizdən ümumi çıxartdığınız nəticələr nə idi? İstəyirəm növbəti yüksəliş müsabiqəsinə qatılanlara da bildirəsiniz. Başa düşdüm. Ümumi bir məsləhət verəcək olsam, orada qətiyyən şou göstərməliyik. Bir şey yoxdur. Performans göstərmək şərt deyil. Rahat olursunuz, qarşıda bir problem var və problemi həll yolu seçirsiniz, belə deyək. Və bir komanda ilə işləyirsiniz. Komanda ilə işləməyin müəyyən tələbləri var da. Dinləməlisən, yönləndirməlisən, görürsən səhv gedir, müdaxilə etməlisən bəzən. Rahat, təbii şəkildə prosesin içində olanda, o prosesin içində tam belə deyək, o prosesin içində olanda ondan sonra deyərdim ki, daha rahat olur. Göstəriş, təqdimat filan ehtiyac yoxdur. Aydındır. Təşəkkür edirəm sizə gəldiyinizə görə. Uğurlarınızın davamlı olmasını arzu edirəm və sonda bir daha qeyd edeyim ki, bugünkü həmsöhbətim 5-ci yüksəliş müsabiqəsinin qaliblərindən olan İbrahim Məmmədov idi. Biz onunla birlikdə kadr siyasətində innovativ yanaşmalar və yeni nəsil liderlər haqqında danışdıq.